Bilirdiniz, QR kod yaratmaq üçün sayt axtarmağa ehtiyac yoxdur. Çünki istifadə etdiyiniz brauzerın daxilində bu funksiya var. Texnologiya və süni intellekt tərəfdaşımız olan Baxel ilə gəlin videomuza başlayaq. Kompüterdə ikən Chrome-u açın və istədiyiniz veb sayta daxil olun. Boş yerə sağ klik etsəniz, burada bu səhifə üçün QR yarat yazısını görəcəksiniz. Vəssalam, QR kod hazırdır və bir kliklə də yükləyə bilərsiniz. Eyni metod Microsoft Edge-də də işləyir. Orada da sağ klik edib QR kodu yarada bilərsiniz. İndi isə sizə smartfonda bu QR kodu necə yarada bilərik göstərim. Yenidən Chrome tətbiqini açır və buradan paylaş düyməsinə toxunuruq. Daha çox bölməsinə keçid edib QR kod yarat seçiminə klik etmək kifayətdir ki, artıq QR kodumuz hazır olsun. Üstəlik bu QR kodlara biraz kreativliyi də qatmaq mümkündür. Mən Google'ın süni intellekti olan Gemini'da Nano Banana Pro ilə bu vizualı daha maraqlı bir formata çevirəcəm. Gördüyünüz bu promptun nəticəsində bu cür bir maraqlı QR kod əldə elədim. Siz də bu cür faydalı videoların daha çox üçün bizi izləmədə qalın. Sağ olun və salamat qalın.